Salam hörmətli izləyicilər. Testlərin avtomatlaşdırılması ilə bağlı mövzuya başladım və ilk qeyd elədim ki, prioritet olaraq API testləri avtomatlaşdıracağam. Bu mövzuya bir dənə də əlavə olaraq hansı texnologiyalardan, hansı toollardan istifadə olunur, QA automation sahəsində onu qeyd eləmək istəyirəm və özüm hansına istifadə edəcəm, onu da qeyd edib sonra mövzuya başlayacağam. Qeyd edim ki, QA automation sahəsində çoxlu proqramlaşdırma dillərindən istifadə olunur. Yəni bunlar hamısı əlçatandır və çoxlu frameworklər, avtomatlaşdırma kitabxanaları, librarylər istifadə olunur. Qeyd edim ki, mən özüm Java istifadə edəcəyəm, amma Java, Python, JavaScript, C# proqramlaşdırma dilləri istifadə oluna bilər. IDE kimi Visual Studio, IntelliJ, PyCharm istifadə oluna bilər. Həmçinin Selenium, Test Assured, TestNG, JUnit kimi frameworklər və librarylər istifadə oluna bilir. Bunlar hamısı sizin öz proyektinizdən asılıdır, öz istifadənizdən asılıdır. Bir növ siz bunu seçim edirsiniz və istədiyiniz kimi də onlar istifadə edə bilərsiniz. Məsəl üçün, sizə əgər Java bilirsinizsə Javadan istifadə edin və yaxud da ki, JavaScript bilirsiniz, sizə rahat gəlirsə onu istifadə edə bilərsiniz. Framework olaraq da müxtəlif frameworklər var. Oxuna bilən frameworklər, hansı ki keyword-driven deyilən frameworklər var və yaxud da ki, sadəcə kod şəklində yazılıb annotationlar verərək testlərinizi çalışdıra biləcəyiniz frameworklər var. Bunlar hamısı sizin özünüzdən asılıdır. Məsələn, mənim işlədiyim müəssisədə keyword-driven framework istifadə olunur. Nə ki, bütün yazılan kodlar tekstlərlə əvəz olunur, arxasında kod işləyir, amma ön tərəfdə tekstdir və o tekst oxuna biləndir. Bir növ qıraqda olan adam, maraqlı tərəflər, stakeholderlər onu oxuyur və nəyi test olunduğu və burada nəyin işlədiyini, nəyi klik olunduğu müəyyən olunur. Yəni kod bilməyən adamlar da bunu oxuya bilib, başa düşür. Hər halda bunlar hamısı qeyd elədiyim kimi sizin özünüzdən bir növ asılı olacaq. Qeyd edeyim ki, proqramlaşdırma dili foundation səviyyədə Java bilməyiniz lazımdır. Məsələn, Java istifadə edirsinizsə və yaxud digər proqramlaşdırma dili istifadə edirsinizsə, foundation səviyyədə bilməyiniz mütləqdir. Çünki burada kod yazarkən müəyyən qədər kod yazacaq və orada müxtəlif klasslar, obyektlər çağırılacaq, metodlar, müxtəlif funksiyalar istifadə edəcək, yaradacaq. Ona görə bunları bilməyiniz lazımdır. Qaldı ki, özünüz indi inşallah ki istifadə elədikcə sizə rahat olacaq səviyyədə öz framework'ünüzü qura biləcəksiniz. Mən də çalışacağım özümlə bir dənə framework qurum və bunu istifadə edeyim və öz işlədiyiniz müəssisədə də həmən şeylər tətbiq edib inşallah ki xeyrini görərsiniz və ola bilər ki sizin müəssisədə biraz fərqli olsun, onu da özünüzə uyğun qurarsınız. Təşəkkür edirəm. İndi inşallah mən özümdə Java istifadə edəcəyəm, JUnit istifadə edəcəm, Test Assured istifadə edəcəm, çünki API testləri avtomatlaşdıracağam. IDE kimi də mən IntelliJ istifadə edəcəyəm və orada inşallah Java dilində yazacağım, göstərəcəm sizə. Təşəkkür edirəm, növbəti videoda görüşərik. Sağ olun.